Demək uşaqlar, diqqətlə baxırıq. Hansı heyvanla danışırıq? Koala. Diqqətlə izləyirik, məlumatlar verilir, toplayırıq. Sonra kitabdan oxuyacağıq, məlumat toplayacağıq. Sonra qrup şəklində təqdimat hazırlayacağıq. Diqqətli olun ki, həmin buradan suallar düzəlib yaranacaq. Başa düşürsünüz? O suallara təqdimatda qrup formasında siz cavab verəcəksiniz. Eşitdiniz? Ana başlayırıq. Koalanın vətəni Avstraliyadır. Koalalar ot yeyən və ağacda yaşayan gəlməməlidir. Əskolopteri ailəsinin yeganə canlı təmsilçisidir. Koalalar Avstraliyanın şərq və cənub sahilləri boyunca Queensland, Arada yaşayır, Viktoria və Cənubi Avstraliya əyalətlərindədir. Bədənlərinin uzunluğu 60 ilə 85 cm arasında 60-85 cm. Çəksi? Kürkü gümüşü boz və şakalak rəngi arasındadır. Gümüşü boz və şakalak. Şimal əyalətlərində sərtlər ümumiyyətlə cənubda yaşayanlardan daha kiçik və atı təmsil edir. Ağaca heyvandır. Yeməklərinin çox hissəsini ekvalit ağaclarının yarpaqlarından alan Bu ağaclardan ibarət meşə sahələrində yaşayırlar. Bu yarpaqların qidalanma dəyəri və kalori miqdarı məhdud olduğundan koalalar ümumiyyətlə oturaq həyat sürür. Necə həyat sürürlər? Oturaq həyat sürürlər. Diqqətlə, ana koalalar yalnız qarşıya ehtiyat olduqları müddətdə nəsillərinə baxırlar. Koala balaları yetişməmiş olaraq doğulur və analarının hissələrinə sürülərək həyatlarını... Harada yaşayırlar? Hissələrin analarının hissələrində yaşayırlar. Neçə ay yaşayır o hissələrində? Koalalar mifologiyalarda və mağara rəsimlərində təsvir olunan min illərdir Avstraliya aborjinləri tərəfindən doğulanır. Avropalıların koalalarla bilinen ilk karşılaşması 1798-ci ildə baş verir. Nə var? Koalaların biologiyası ilə bağlı digər detallar 19-cu əsrdə müxtəlif İngilis alimləri tərəfindən aşkar edilmişdir. 20-ci əsrin əvvəllərində tez-tez kütlərinə görə oğlanlıqları kütləvi itirazlara səbəb olur. Yəni onların kürklərinə görə olmağında nə olur? Nəsillər nə olur? Kəsilməyə başlayır. Onun kürkündən gödəkçələr hazırlayacaq. Azalan koalalar yeni bölgələrə köçürüldü. Əkinçilik. Koalalar ümumdünya təbiəti və təbii sərvətlərin qoruma birliyi tərəfindən qorumaya alınmışdır. Nə üçün qorumaya alınmışdır? Bəli, o niyə görə? Bəli, nəsli kəsilməyə doğru getdiyi üçün onu ormanağa, qaralara qoymuşdur. Bəli, nəsli kəsilməsin deyilən. Yəni onu nə üçün oluyurdular? Deyin görüm, ha? Nəticə görüm. Kürk hazırlayır, kürk üstündəki o kürklü kürkündən gödəkçələr hazırlayırlar, bəli. Demək, nə qədər idi çəkisi? 4-5 bəli. Bəs yaxşı uzunluğu? 6-8 bəli, bəli. Arada yaşayırdı? Bəli, bəli. Nə yeyir? Bəli, bəli. Ağaçın yarpaqını yeyirlər. Balası arada yaşayır? Bəli, doğrudur. O neçə aya qədər yaşayır? Demək, dinlədiyinizdən artıq cavab verə bilirsiniz. İndi keçəcək nəticəsə, yaxşı? Demək, uşaqlar, indi koala haqqında məlumatı oxuyuruq, sonra sual-cavaba keçəcəyik və qrup şəklində təqdimat hazırlayacağıq. Nərgiz oxu görüm. Avstraliya kisəli heyvanlar və rəngbərəng quşlarla zəngin yerdir. Bu materikdə yaşayan kisəlilərdən biri də koaladır. Balaca koala həyatının böyük hissəsini hündür evkalipt ağacların budaqlarında keçirir. Uşaqlar, bax bu oxuduğumuz məlumatı tanış gəldi. İndi biz dinlədik də, deyilmi? İndi bax uşaqlar, Nərgiz də oxudu. İndi birinci demək sualı. Xədicə oxu görüm. Oxu görüm. Koalanın görünüşü necədir? Koalanın görünüşü necədir? Oxu görüm cavabını. Koalalar qəhvəyi boz rəngli olur. Onların uzunluğu 60-85 cm, çəkisi isə 4-15 kiloqramdır. Rəngi necədir? Boz və qəhvəyi. Bəli. Çəkisi nə qədərdir? Bəli. Yaxşı, bəs digər sualı hansı idi? Uzunluğu nə qədərdir? Aferin. Araz oxu görüm indi ikinci sualı. Koala harada yaşayır? Harada yaşayır? Koala yalnız Avustraliyada rast gəlmək olar, meşələrdə də yaşayır. Meşələrdə də yaşayır. Aferin. Yaxşı. Oxu görüm Mələk. Koala nə ilə qidalanır? Sual verir. Koala nə ilə qidalanır? Sualı düz qoy. Koala nə ilə qidalanır? Koala otlayan heyvandır. O evkalipt ağacının yarpaqları ilə qidalanır. Bu ağacın yarpaqları su ilə zəngindir. Koalanın suya
olan ehtiyatı bu yarpaqlar ödəyir. Aha, Damla, ardını oxu görüm. Son 100 ildə Avstraliyada yaşayan koalaların sayı kəskin şəkildə azalmışdır. Bunun səbəb onların ovlanması tez-tez baş verən meşə yanğınları və evparki meşələrinin məhv edilməsidir. Ona görə də koala ovunu qəti qadağana qoymuşdur. Bəli, demək onun ovlanmasına nə etmişdilər? Qəti qadağa qoymuşdular. Yaxşı, onu niyə ovluyurdular? Nəyə görə ovluyurdular? Ha? Kim deyər? Hamısının arasından olmaz. Ne görüm həqiqət? Onlar onun xəzinə nə edirdilər? Kürk hazırlayırdılar. Bəli, o kürkü də satıb pul əldə edirdilər. Ona görə də onun sayının azalması baş verirdi, səbəb olurdu azalmasına. Ona görə də ona ovlamağına qadağa qoydular. Hətta onun ovlanması üçün kim ovlasaydı ona cərimə tərtib olunacaqdı. Başa düşdük. Bax, biz dinlədik. Değil mi? Və kitabdan da oxuduq. İndi mən qruplara ayıracağam. Suallar vasitəsilə siz suallara cavab verəcəksiniz və koalanın rəsmini çəkəcəksiniz. Hansı qrupun rəsmi yaxşı oldu, ona yüksək bal veriləcək. Kimin sual cavabda aktivliyi, yəni fəallığı varsa, ona yüksək bal veriləcək. Başa düşdünüz? Görək hansı qrup qalib olacaq. Mənim sinifimin şagirdlərinin hamısı qalibdir. Yəni sual cavabda fəaldılar. Amma yenə baxaq görək, demək qrupda nələr edəcəksiniz. Yaxşı? Bəli. Demək uşaqlar, artıq suallar tərtib olunubdur. Qruplar təyin olunubdur. Demək 3 qrupumuz var. Hər qrupda bölünən şagird sayı var. Demək 3 sual və bir dənə şəkil çəkmə. Onunla bərabər 4 sual var. Hər qrup əməkdaşlığına da diqqət edəcək, əməkdaşlığına. Necə şəkil çəkilir, hamısını çəkiliş edəcəm. Suallara necə cavab verirsiniz? Sakitlik necə aparılacaq? Əgər hansı qrupda səs yüksək çıxacaqsa, oradan bal kəsəcəm. Ona görə səs-küyə də diqqət etmək lazımdır. Eşitdiniz? Demək, suallara cavab verməyə hazırsınız? Bəli! Başlayaq? Bəli! Başlayalım.
Hazırsınız? Bitirdiniz? Götürün gelin lövhəyə. Demək, qruplar arasında mən çox diqqət edirdim. Qruplar arasında əməkdaşlıq hər üç qrupda yüksək idi. Çox xoşuma gəldi. Əməkdaşlığınızı sizin çox yüksək səviyyədə qiymətləndirəcək. Demək, üç qrupumuz var idi. Aslanlar qrupu, sonra Şir qrupu, bir də Qartal qrupu. Artıq qrupun kapitan komandaları, nümayəndələri lövhə önündədir. Görək, cavablar necə olacaq. Başlayaq Aslan qrupundan. Buyur görün. Birinci sualı oxu görün. Koala haqqında məlumat yazın. Koalalar Avustraliyada yaşayır. Çəkisi 4-15 kiloqramdır. Zəncir boz qəhvəyi, uzunluğu isə 60-85 sm. Aha. Koala 60 sm-dən 85 sm-yə qədərdir və çəkisi 4 kilodan 15 kiloya qədərdir. Koala Avustraliyada evkalit meşəsində yaşayır. O, yarpadır və ot yeyir. Koala haqqında məlumat yazın. Avustraliyada yaşayır. Evkalit ağacının yarpaqlarını yeyir. Çəkisi 4-15 kiloqram, uzunluğu 60-85 sm. Tez-tez ovlanıb, tükündən götürücü hazırlanır. Demək, Qartallar qrupu, Aslanlar qrupu, bir də Şirlər qrupu. Demək, əməkdaşlığı yazıram. Demək, uşaqlar, biz 50 balla, ən yüksək bal 50 balla, 50 bal səviyyəsindədir, 50 bal çərçivəsindədir qiymətləndirmə. Əməkdaşlığı hər birimizə verirəm 10 bal. Hər birimizə verirəm 10 bal əməkdaşlığı. Aha, hardasa ən çox geniş məlumat veribdir Qartal qrupu ilə Şir qrupu. Aslan qrupu hardasa o dərəcədə lap da ətraflı məlumat veribdir. Demək, Qartal qrupunu yenə 10 balla, Aslan qrupunu 8 balla, demək, Şirlər qrupunu da demək 10 balla qiymətləndirirəm. Aha, indi ikinci suala başlayırıq. Koala sözündə neçə sayı səs var? Koala sözündə 3 sayı səs var. O, A, A. Aha. Koala sözündə neçə sayı səs var? Koala sözündə 3 sayı səs var. O, A. Aha. Koala sözündə neçə sayı səs var? 3 dənə A, O, A. A, o A. Demək, hər üç qrupun üçü də ikinci suala nə edibdir? Düzgün cavab veribdir. Doğrudur. Alqışlayaq. İndi üçüncü sualı başlayaq. Koala sözündə Ahmet qanun pozulur, əsaslandırır. Hər üç demək 10 balla, 10 balla, bir də 10 balla qiymətləndirirəm. Aha. Koala sözündə Ahmet qanun pozulur, əsaslandırır. Çünki koala sözündə O, A, A hərfi var və Ahmet qanunu pozulmayır. Pozulmayır. Nə əsaslanaraq niyə deyirsən ki pozulmayır? Çünki O, A, A. O A A. İndi O A A. Aha. Necə başa xeyir. Komanda kömək edə bilərsiniz, de görüm. Çünki onda hərflərə hamısı qalın saatdir. Demək, qalın saatlər, bəli, doğrudur. Əgər ildə qalın olarsa pozulur. Alqışlayaq. Komanda səni demək cavabı yüksəkdir. Aha, sən de görüm indi. Xeyr, pozulmayır. Çünki koala sözündə hamısı qalındır. İncə olsaydı pozulardı. İnci olsaydı pozulardı. Amma yox, hamısı incə yox. Bir qalın bir incə olsaydı pozulardı. Aha, doğru. Koala sözünə Ahmet qanunu pozulub, əsaslandırıb pozulmayır. Nə əsaslanırsan? Çünki bütün isimlər A, O, A sözlərin hamısı qalındır. Səslərin hamısı qalın saatlərdir, qalın. Sonuncu suala da hər üç komanda doğru cavab verdiyi üçün mən onlara da 10 bal, 10 bal və 10 bal verirəm. Yaxşı, gəldi ən sonuncu mərhələmiz, şəkil mərhələmiz. Şəkilə baxaq. Aslan komandasının, Şir komandasının şəkili və Qartal komandasının şəkili. Aferin, hansı şəkil yaxşı olar sizcə? Mən bəyənirəm Qartal komandasının şəklini və 10 balla qiymətləndirirəm. Sonra gəlir, hardasa Şir komandasının 8 bal verirəm. Şir komandasının 8 bal və Aslan komandasının ikisi Mən hepsini pişik çəkdim. verirəm 6 bal. Şimdi gəlin hesablayalım. O 20, 30, 40, 50 bal. Şirlər komandası 48 bal və 10, 20, 30, 36, bir də 8, 50, 44 bal. 44 bal. 50 bal, 48 bal
4 bal. Demək, birinci yerə çıxır. Qartallar komandası. Qaçmayın da. Alqışlayaq. Siz hər biriniz qalibsiniz. Məlumatı da yaxşı vermişdiniz. Demək, qaydalara da cavab vermişdiniz. Amma bizim qaydamız qaydadır. Şəkildə o balın içindəydi, məlumat da onun içindəydi. Üzülmək yoxdur. Arzulayıram ki, şəkil çəkmək bacarığınız da olsun. Suallara düzgün cavab vermək bacarığınız da olsun. Onun üçün nə etmək lazımdır? Çalışmaq, çox oxumaq, məlumat bunların hamısının öhdəsindən gəlmək lazımdır. Xoşunuza gəldi? Hər birinizə savad, bilik, bacarıq arzulayıram. Şagird müəllim əməkdaşlığını güclü edəsiniz. Nə lazımdır? İstənilən bir saatda məndən soruşa bilərsiniz. Mənim filan məlumatı necə toplayaq? Mənim filan şəkil necə çəkək? Mənim bu sualda çətinlik çəkirəm. Necə cavab verə bilərik? Mənə köməklik edə bilərsənmi? Sualına mən böyük məmnuniyyətlə hər birinə cavab verməyə hazıram. Yetər ki, siz mənə suallar verin. Yetər ki, hansısa bir sualdan çətinlik çəkəndə onun cavabı üçün valideynə müraciət edin, müəllimə müraciət edin. Hər birinizi təbrik edirəm bax bugün. Sağ olun.